Herkese salam. Bugün sizinle ilk defa hazırlayıb nəticəsindən möhtəşəm bir şəkildə məmnun qaldığım bir resepti bölüşmək istəyirəm. Bu kuriç reseptidir. Süd əlavə edirəm, ilıq süd və içərisinə maya, şəkər tozundan bir qədər və bir qədər də un əlavə edib apara hazırlayıram. Və yaxşıca qarışdıraraq aparamızın 15-20 dəqiqə, hətta yarım saat gözləyərək mükəmməl köpük halına gəlməsini gözləyirik. Bunun üçün üzərinə streç örtürəm və ya pingvin klük və ya dəsmal. Gördüyünüz kimi, baxın, köpük şəklinə çox gözəl bir şəkildə gəlib. Bütün ingrediyentlər, bütün ərzaqların miqdarları videonun altında dəqiq şəkildə var. Baxa bilərsiniz. Şəkər tozumuzun qalanını da əlavə edirəm və yaxşı-yaxşı qarışdırıram. 5 ədəd yumurtanın sarısını da əlavə edirəm. Yenə də yaxşı-yaxşı qarışdırıram. Ardınca üzərinə bir çimdik duz bərəkət üçün əlavə edirəm və bunu da yaxşı-yaxşı qarışdırıram. Bu kütləni də bir-biri ilə tam qarışmalıdır. Yumurta sarısı tamamilə açılmalıdır. Ardınca, deməli, yarım kilo un götürürük və onu hissə-hissə əlavə edirik və hissə-hissə əlavə etdikcə qarışdırırıq. Yəni, etap-etap olmalıdır bu. Ən sonda isə gördük ki, artıq kütləmiz qatılaşıb, xəmir halına gəlib və əlimizlə yoğurmağa davam edə bilərik. Bir məqamı qeyd etmək istəyirəm. Deməli, mən bu resepti çox araşdırdıqdan sonra qeyd olunmuşdu, 100 illik resepti, ən qədimi reseptlərindən biridir kuriçin. Hazırladım. Necə var idi miqdarlar, o cür istifadə etdim. Bir də burada qeyd etmək istəyirəm ki, tamamilə yoğurduqdan sonra xəmiri üzərinə 100 qram otaq temperaturdan yumşalmış və ya bir əridə də bilərsiniz, yağ əlavə edirəm və xəmiri yaxşı-yaxşı yoğururam. Sonra xəmiri 3 hissəyə bölürəm. Bir hissəsinə kişmiş, bir hissəsinə bizə uşaqlar kişmiş sevmədiyi üçün damla şokolad formasında şokoladlar, bir hissəsini isə sadə formada hazırlayıram və yaxşı-yaxşı yoğururam. Deməli, süd və un miqdarı 200 ml süd, 500 qram un qeyd olunmuşdu və mən də eyni miqdarlarla hazırladım. Amma hazır olandan sonra başa düşdüm ki, 200 ml süd bir qədər azdır. Ən idealı 250 ml süddür. Ona görə mən orada 200-250 ml süd qeyd etmişəm. Yəni siz 220-250 ml arası süd nəzərdə tutun mütləq və etaplı şəkildə əlavə edin, əlinizin altında xəmiri hiss edərək. Gördüyünüz kimi hissələrə büküb bu cür, ya belə rulet formasında bükərək qoymaq olar, ya elə qoparıb xəmiri o cür də qoymaq olar. Bu formada mən qablarını görürsünüz, spesifik, milli kuliç qablarıdır. Bir balaca da içini yağladım, yaxşı rahat çıxsın deyə içinə və qoydum. Hardasa 2 saat bu cür xəmir mayalansın öz-özünə və sonra əvvəlcə 200 dərəcədə, sobanı 200 dərəcədə isidirəm. 200 dərəcədə 10 dəqiqə, 15 dəqiqə hardasa bişirirəm. Sonra azaldıram dərəcəni 170 dərəcəyə və çox gözəl şəkildə bişir, möhtəşəm alındı. Rəfiqələrimlə də bölüşdüm. Onlar da çox bəyəndilər. Və bu bişintini o qədər sevdim ki, növbəti fərqli reseptlərini də hazırlayıb sizinlə bölüşmə qərarına gəldim. Üzərinin deməli glazurunu hazırlamağa gəldi məqam. Mən ilk dəfə hazırlayıram bu hissəni və gördüm ki, bir çox yerdə marshmallowdan istifadə olundu. Bir damcı su əlavə olundu və mikrodalğa sobada bu cür əridildi, istifadə olundu. Əvvəlcə çox hər şey gözəl getdi, çox da gözəl görsənir, dadı da möhtəşəmdir. Amma bir əmması var ki, tam qurutmaq, nə qədər tam qurutsaq da yenə də bir-birinə yapışdısa maqnit kimi aralamaq çətin olur. Yəni marshmallowun teksturası yapışqan olduğu üçün belə yapışır. Belə kəsib istifadə edin. İndi kəsəndə görəcəksiniz ki, bir-birinə hissələr necə yapışır, amma çox ləzzətlidir. Üzərinə də dekor, yeyilə bilən qənnadı məhsullarla bəzəyirsiniz. Belə mən çox bəyəndim, bayıldım. Siz də hazırlayın və mənimlə öz rəyinizi, öz düşüncələrinizi bölüşün. Videomu like edin, kanalıma abunə olun. Videonu öz video listlərinizə, yəni yaddaşa atın ki, itirməyəsiniz. Hazırlayın və bütün xristian aləminin Pasxa bayramını indidən təbrik edirəm. Bayramlar gözəldir. Bayramlar bir bəhanədir. İnsanların gözəl enerji ilə, bir-biri ilə o gözəl enerjini, auranı bölüşməsi üçün. Ona görə də hər bayram bizim üçün gözəl enerji və gözəl aura deməkdir. Hələlik hər birinizə bol rozu bərəkət arzulayıram. Ocağınız daima gül yansın, qazanlarınız qaynar olsun. Hələlik yeni videolarımda görüşmək ümidi ilə salamat qalın.